Yeyilə bilən göbələklərdən olan Agaricus sp. Şampinyon göbələyi. Günəş görmüş, D vitamini ilə zəngin, yüksək dozda beta-qlikanlar təşkil edir. İmmun sisteminin güclənməsində çox dəyərli bir qida. Amma təəssüflər olsun ki, mağazadan aldığınız göbələklərin tərkibində D vitamini sıfırdır. Səbəbi də odur ki, göbələklər həşərat aləminə yaxın canlılardır. Bitki deyil, yəni fotosintez olmurlar. Günəşi yalnız enerji olaraq istifadə edirlər. İnsan kimi günəşi D vitaminini sintezləmək üçün istifadə edirlər. Mağazadan aldığınız göbələklərin tərkibinin D vitamini sintezləməsi üçün günəşdə 1-2 saat günəşə göstərməyiniz vacibdir. Əks halda göbələyin tərkibində D vitamini yox dərəcəsində olar. Həmçinin göbələklərin tərkibində beta-qlikanlar da olduğuna görə D vitamini ilə birləşdikdə yaxşı immun sistemi gücləndirici bir effekt yaradır.